Mən Röya Kərimova, Yüksəliş müsabiqəsinin ekspertiyəm. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində İnsan Resurslarının İdarə Edilməsi Departamentinin müdiri vəzifəsində çalışıram. Yüksəliş müsabiqəsində iştirak ümumiyyətlə özü bir böyük təcrübədir. Baxmayaraq ki, buradakı ekspertlər hamısı həqiqətən də böyük təcrübəyə sahibdirlər, amma yüksəlişin özü bir təcrübədir ki, adətən biz daha çox görüntüdə aktivlik göstərən, dominant davranış sərgiləyən iştirakçıları lider kimi qiymətləndirilir. Sakit, təmkinli, dominant davranış sərgiləməyən insanların da, iştirakçıların da komandanı öz fikirləri ilə liderlik edib nəticəyə yönləndirdiyinin şahidi olmuşuq. Və burdan da əslində belə nəticəyə gəlmişəm ki, özüm üçün kompetensiyalar qiymətləndirilərkən düzgün indikatorlar təyin edilirsə, demək ki, ən gərgin halda belə gizli potensialı üzə çıxartmaq mümkündür. Mənim üçün güclü ekspert təcrübəli demək deyil, o da var, amma əslində güclü ekspert daha çox anda qalmağı bacarmalıdır. Yəni müsabiqə əsnasında halo və horn effektinə qapılmamalıdır. Həmin anda iştirakçının davranışına yönəlik qiymətləndirməni aparmalıdır. Ən əsası qiymətləndirildiyinin məsuliyyətinə varmalıdır ki, mənim qiymətim gələcəkdə bu iştirakçının karyera inkişafına, həyatına necə təsir edəcək. Ekspert qismində çıxış etmək istəyənlərə, həm də namizədlərə əslində 6-cı yüksəlişə qoşulmağı tövsiyə edirəm. Yəni heç nədən çəkinməsinlər. Bəzən olur ki, utanırlar, çəkinirlər, keçmərəm, birdən alınmaz. Eybi yoxdur, bu da bir cəhddir. Amma kim ki cəhd eləmir, o uğura sahib olmur. Ona görə mütləq ki, cəhd eləyib yüksəlişdə iştirak etsinlər.